Nüfuzlu universitetlərdə təhsil almaq, dil öyrənmək və təhsilə dair məsləhət eşitmək. Planlarınızı və hədəflərinizi bizə etibar edin. Xəyallarınız bizimlə gerçəkləşsin. Samirənin təqdimatında təhsildə bugün. Devam edirik. Bugün çok maraqlı bir qonaqla sizi tanış edirəm. İlk dəfə, yəni bu il proqramımızda çıxış edir, amma dəfələrlə əməkdaşlığımız olub. Xaricdə Təhsil Akademiyasının rəhbəridir, xaricdə təhsil üzrə eksperti Ülvi Kazımovda çox fərqli, maraqlı, ətraflı bir çıxışı var. Mənlə gəlir ki, artıq dəfələrlə, valideynlərlə o qədər bu barədə danışıb ki, belə də ona görə də səlis, rahat, geniş, sürətli danışır və siz də mənlə gəlir ki, onun söylədiyi məqamlara mütləq şəkildə diqqətlə dinləyin. Yəni çünki çox maraqlı suallara cavab verir. Məsələn, bir dinləyicimizin də sualı gəlib ki, yeri gəlmişkən siz də yazın WhatsApp-a, radiomuzun WhatsApp-ına 055 201 1005-ə. Tərcümə və təsdiq tələb edən sənədlər hansılardır bəs? Samir xanım, ümumiyyətlə bugün bizi dinləyən valideynlərin hamısı bu dediyim sözləri dərkənarlarına yazsınlar. Bəlkə də çünki fərqi yoxdur, bizim şirkətlə kimlənsə fəaliyyət göstərəcəklər. Bunlar hamısı, yəni dəqiq informasiyalardır ki, mən buradan dinləyicilərinizi ötürürəm. Tərcümə təsdiq tələb olunan sənədlər. Mən sadaladığım atestatdır, atestatın qiymət əlavəsidir, transkriptdir. Ondan sonra tələbənin lazım olacaqsa sağlamlıq kağızıdır. Bunlar bəli, bəziləri tərcümə təsdiq tələb edir. Bunlar isə xırda detallar olduğu üçün bizim şirkətə müraciət eləyərək tam təmənnasız bu informasiyaların hamısını, fərqi yoxdur, başqa şirkətdən işləyirlər. Yenə bizə müraciət eləsinlər. Mən valideynlərdən çox xahiş edirəm. Bizim sizdən o qədər təmannamız yoxdur. Siz bizə zəng eləyin, gəlin ofisimizə. Hansı şirkətlə işləyirsiniz, işləyin. Amma gəlin işlədiyiniz hansı şirkətlə razılaşmısınızsa, gəlin bizdən yenə məsləhət alın. Bu pulsuzdur, tam pulsuzdur. Məsləhətimizi verək, ondan sonra siz gedin yenə o işinizi görün də. Sonda valideynlərin, tələbələrin aldanmağını istəmirəm. Çünki bu bizim genofondumuzdur. Gələcək nəslimizdir. Bu gələcək nəslimizə biganə yanaşmaq düzgün deyil. Aha, o zaman onu da bizə deyin zəhmət olmasa. Bu müraciət formaları universitetə neçə mərhələdən ibarət olur? Baxın, indi elə düşünün ki, mən gəlmişəm valideyn olaraq. Mən sizi başa düşdüm. İxtisasdan asılı olaraq və təhsil formasından asılı olaraq, yəni bakalavr istəyirsə, magistr istəyirsə, doktorantura istəyirsə, bunlar dəyişir. Ən sadəsi bakalavrdır. Bakalavr gəlir bizə sənədlə müraciət eləyir və biz onun dərhal belə deyimsə, qəbulunu alırıq. Dərhal dediyimiz nədir? Bir həftənin içərisində. Nəticə gəlir. Rəsmi, bəli. Niyə görə? Artıq biz rəsmi fəaliyyət göstərdiyimiz üçün, amma bir şey sizin nəzərinə çatdırım. Əslində universitetə müraciət eləyəndə bir həftəyə qəbul gəlməyi bu saxta bir şeydir. Başa düşürsünüzmü? Çünki hər bir universitetin açılmaq vaxtı var. Yəni qəbulu açıq elan eləyir. Ondan sonra hamı müraciətini eləyir, onların arasında dəyərləndirir və sonda bunlar cavab verir ki, hansı qəbul oldu, hansı qəbul eləmədi. Olmadı. Ancaq biz rəsmi əməkdaşlıq etdiyimiz üçün biz həmən o açılışları, həmən o qapanmaları universitetlə şəxsən öz aramızda həll edirik və dərhal vaxtından tez həmən tələbəyə qəbul verə bilirik. Bir neçə universitetə çox böyük eyni anda mümkündür. Tələbə 100 universitetə eyni anda müraciət edə bilər, hətta 100-ündən də qəbul ola bilər. Onun birini seçmək tələbənin özündür. Allah. Aha, yaxşı. Deyək ki, indi bu da artıq sual əsnasında çıxır deyə, söhbət əsnasında çıxır sual formasında. Deyək ki, ikinci kursda mən tutaq ki, tibbdəyəm və anidən deyirəm ki, mənə çətin gəlir də, indi mən səbəbin ən çətinini deyirəm. Çətin gəlir, mən tibblə belə davam eləyə bilməyəcəm. Başqa bir ixtisasa keçmək istəyirəm. O zaman mən nəyə itirirəm? Fərqli bir ixtisasa keçirsinizsə, hər şey itirirsiniz. Sıfırdan başlayırsınız. İllərim də gedir. Oxşar ixtisasa, yəni fakültənin daxilində olan bölümlərə deyək ki, keçirsinizsə, bu bəli, sizin bir ilinizi itirə bilər və yaxud da heç bir ilinizi itirə bilməz. Yəni, mən başa düşürüm. Texniki tutaq ki, fənlərdir. Həkimsinizsə, hüquqa keçirsinizsə, hamısı itir. Həkimsinizsə, farmasevtikaya keçirsinizsə, misal üçün yox, itmir. İtmir. Arada sadəcə olaraq qiymətlər yaxşı olmalıdır. Transkriptdəki qiymətlər, imtahan qiymətləri yaxşı. Bəli. 1 il, 2 il siz hansı formada oxumusunuz? Onlar o tələbatlar yaxşı olmalıdır. Yaxşı. Bir sualım da var. Buyurun. Çünki bu reallıqdır deyə istəyirəm ki, tələbələrlə yəqin ki, mütəmadi olaraq görüşürsünüz. Qəbulunu həyata keçirdiniz tələbələrin. 4 il onların yanında olursunuz da. Ola bilir ki, məsələn, 1 ildə, 6 ayda bu adam getməyib dərsə və bundan xəbər sonradan tutmusunuz, valideynin də xəbəri yoxdur. Biz rəsmi çalışdığımız üçün, biz rəsmi təhsil sahəsində çalışan şirkət olduğumuz üçün və yəni insan olaraq yapımız da elədir. Biz tələbəni qəbul elətdirdikdən sonra
universitetə qəbul olunduqdan sonra biz onun üzərində heç bir hakimiyyət qurmuruq. Yəni tələbəni qəbul elədik, imtahansız rahat yolla sizə qəbul verdik. O gedəcək, davamiyyəti az olacaq, qovulacaq, gedib orada dalaşacaq, kimsə vurub öldürəcək, kimsə bunu öldürəcək. Bunu kim məsuliyyətini daşıya bilər? Öz evimizdə uşaqlar ofis qonşu otaqda qırırlar bir-birlərini. Onun məsuliyyətini valideyn daşıya bilirmi? Təbii ki, xeyr. Yəni o baxımdan da hansı şirkətlər vəd verir valideynlərə, onlar da yalan vədlərdir. Biz qəbul veririk, qəbuldan sonra rəsmi qarşılanma ola bilər, o da valideyn istəyirsə, qarşılayırıq, aparıq universitetə qeydiyyatını keçiririk, yerləşdiririk, yataqxana istəyirsə yataqxana, ev istəyirsə ev tuturuq. Bundan sonra bizim işimiz qurtarır. Yəni dəstək olursunuz. Təbii amma ki. istənilən Təbii ki, halda, amma o məsələn, universitetə getmirsə, qovulursa, Ülvi müəllim Yox. məni bərpa elətdir, bu belə bir şey məsələn, yoxdur. məzun olub bitirib yenə də əlaqə saxlayan tələbələriniz olubmu? Təbii ki, təbii ki. Yaxşı, bir neçə sualımız da var. Mən də nömrələri səsləndirəcəm. Diqqətiniz bizdə olsun. 055 həm də 060-la yığa bilərsiniz. Xaricdə Təhsil Akademiyasını 369 0000 elə görürəm ki, hal-hazırda zənglər də gəlir. Biraz da səbirli olun, çünki Ülvi bəy indi hal-hazırda efirdədir deyə çox da cavablandıra bilmir. Deməli, onlayn müraciət mümkündürmü? Bir buna da aydınlıq gətirək. Mümkündür. Məsələn, Azərbaycanımızın bölgəsindən, məsələn, neçə saat bölgələrdə olan, bəli, bölgələrdə olan valideynlər, bölgələrdə olan tələbələr bizə WhatsApp üzərindən yaza bilərlər. Biz WhatsApp üzərindən ətraflı məlumat verə bilərik. Ancaq onların bura gəlməsi vacibdir. Niyə? Bilirsiniz, bu evladımızın gələcək həyatını tənzimləyəcək. Təhsil elə bir sistemdir ki, o ciddi addım atılırsa, düzgün seçim olursa, evladımızın öndəki 60 ilini, bütün ömür boyunu o belə deyimsə təyin eləyir o seçim. Onun üçün regiondan Bakıya, paytaxta gəlib bizlə görüşmək nə qədər çətindir ki. Otursunlar, gəlsinlər, ətraflı məlumat verək. Bizə heç bir ödəniş eləmirlər axı. Biz onlara illərlə, 20 ildə yığdığımız biliyi, savadı, bilgiləri onlara pulsuz veririk. O da zəhmət çəksin, bir 10 manat versin, avtobusa minsin, uşağını götürsün, gəlsin, Təbii ki, danışsın, gələcəyə həll telefonla nə qədər bunları müzakirə eləmək olar? Yox, ilkin məlumatlar üçün yaxşı başa düşdüm. İlkin məlumatlar təbii ki, biz həm radio vasitəsilə, amma tam dəqiqləşibsə, Bəli. netləşibsə, bu artıq müqavilələr Bəli, imzalanmalıdır və s. Tamamilə doğru. Yəni ki, bu ciddi biraz yanaşmalı. Çünki 4 il uşağınız təhsil alacaq. Yəqin ki, maraqlı deyil sizə. O getdi Rusiya, harda qalacaq, necə yerləşəcək, ümumiyyətlə bu yataqxananın xərcləri nə qədərdir, bir ödəyə biləcəksinizmi, bir üst-üstə bir hesablayın büdcənizi. Ödənişləri, valideynlər notarial qaydada müqavilə bağlasınlar, notarial qaydadan kənar müqavilə bağlamasınlar. Onun heç bir rəsmiyyəti yoxdur. Ödənişi də notarialda göstərsinlər. Bunun heç bir rəsmiyyəti yoxdur. Sabahsı gün qalırlar, yəni bu problemin altında çıxa da bilmirlər. Buyurun. Qəbul üçün soruşur dinləyicimiz, ortalama necə olmalıdır ki, attestat? Ortalama bayaqlar o suala cavab verdim. Attestat göstəricilərin heç bir önəmi yoxdur. Önəmi yoxdur, narahat olmayın. Buraxılış imtahanından yığdığın göstəricilərin heç bir önəmi yoxdur. Blok imtahanlarından yığdığın göstəricilərin heç bir önəmi yoxdur. Hansı universitetlərdə Ülvi bəy müsahibə tələb olunur? Müsahibə deyərdim ki, ciddi universitetlərin bir çoxunda tələb olunur. Amma o müsahibədə də biz tələbəyə kömək edirik. Yəni biz imtahansız deyiriksə, imtahansız da çətin olmadan biz onu universitetə qəbul edirik. Deyək ki, birdən rədd cavabı gəldi. Rədd cavabı gəlmə ehtimalı yoxdur. Yenidən müraciət etmək olarmı? Rədd cavabı bu günə kimi biz 1000-ə yaxın tələbəyə qəbul vermişik. Rədd cavabı gəlmə ehtimalı yoxdur. Rədd cavabı o yerlərdən gəlir ki, belə deyim sizə. Bir tələbə yaxınlaşır ki, mənim aşırı savadım var, göstəricilərim yüksəkdir. Mən istəyirəm müraciət eləyəm Bilkət Universitetinə, misal üçün deyirəm, və yaxud da Hacıtəpə Universitetinə, özü öz savadından. Biz onu sadəcə olaraq, belə deyim sizə, informasiya dəstəyi göstəririk, müraciət edirik, o tələbə rədd cavabı alırsa, yenə də öz göstəricilərinin ucbatından rədd cavabı alır. Yox, bizə gəlir, deyirsə ki, mən istəyirəm Hacıtəpə Universitetinə, və yaxud da Balıkəsir Universitetinə, İzmir Demokrasiya Universitetinə, rəsmi universitetlərdir və hamısından biz eksklüziv çalışırıq. Və onlara qəbul almaq istəyirik. Biz əgər hə deyiriksə, ki, bunu hamısına hə deyirik, bunu da alıb veririk. Bunun riski yoxdur, heç 0,1% də riski yoxdur. Bu sualı özüm qəsdən sona saxladım. Təxminən sona qədər belə deyək də vaxtımız hələ ki var. Amma yenə də hər kəsi maraqlandırır deyə indidən istəyirəm ki, sual verim. Təhsil haqqı necədir? Neçə manatdan, məsələn, təhsil haqqı 800 manatdan başlayır. Bir də onun sualım olacaq. Məsələn, ümumiyyətlə xaricdə təhsil alırsa tələbə, nə qədər təxmini xərci çıxa bilir? Mən o çox gözəl başa düşdüm sizi. Təhsil haqqı Türkiyədən gedir söhbət. Türkiyə Dövlət Universitetlərində təhsil haqqı 800 manatdan başlayır.
2000, 3000, 4000, 5000 Bu, baxın hansı bu əyanidir. əyan təbii ki, Aha. əyani. Ha, bunu vurğulayaq Bəli, ki biz. orada qiyabi təhsil yoxdur. Hə. Distant təhsillər isə Atatürk Universiteti var ki, 500 manat, nə bilim bəzi 600 manat seçdiyi ixtisasdan asılı olaraq. Amma təhsil haqqları yenə də deyim, Azərbaycan dövlət universitetlərinin təhsil haqqlarından qat-qat aşağıdır. Bu belə. Yaşam xərci də eyni ilə 1 aylıq yaşam xərci tələbənin orada 400-500 manat aralığında hardasa bu ekvivalentdə tutur ki, həm qalmağı, həm yeməyi bunu təmin eləsin. Bax bu qiymətdədir. Moskva üzərindən də danışsaq, Rusiya dövlət universitetlərinin üzərindən də danışsaq, eyni şeylərdir. Bu yenə seçdiyi şəhərə bağlıdır. İstanbuldakı universitetdə təhsil alacaqsa, bəli, bunun yaşam xərcləri böyüyəcək. Biraz kənar ilçələrdəki universitetdə təhsil alacaqsa, bəli, bunun xərcləri megapolislərdə həmişə belə olub, yüksək olur. 4 il müddətində bu qiymət dəyişmir. Dəyişə bilir. O da dəyişəndə rəsmi dəyişir. Onun biz şirkətlə və yaxud da sizlə əlaqəsi yoxdur. Universitetdir. Yəni inflyasiya olursa, illik təhsil haqqını 4000-dən Bu qaldırır. müqavilədə qeyd olunur. Təbii ki, dövlətlə Ki, bağlıdır. yəni dəyişə bilər hər an. Bəli. Məsəl üçün universitetlə tələbənin arasında bağlanan müqavilədə o öz əksini tapır. Və bu da böyük fərqlər deyil. 1000 manatdırsa illik təhsil haqqı olur 1100 manat, maksimum 1200 manat. Yəni bu çevrədə artır. Bir də ən çox tələbələri o maraqlandırır ki, məsələn mən istəyirəm ki, ödənişsiz təhsil alım. Bunun üçün Ödənişsiz bir yol təhsil də gəlməlidir də. mümkündür. Təqaüd proqramlarından yararlanmaq istəyir. Bəli. Nə hansı üstünlüklər olmalıdır? Təbii ki, tələbənin dil bilikləri, hansı ölkədə təhsil alırsa, hansı dillə təhsil alacaqsa, o sahə üzrə dil bilikləri önəmlidir və təhsil almaq istədiyi ixtisasdan, ixtisas fənlərindən bilgili olmağı önəmlidir. Ki, bəli, o imtahan verəcək, o sənədlərini əlavə eləyəcək. Bizdə məsəl üçün İtaliyada, Çin dövlət universitetlərində, Türkiyə, Rusiya 100%-lıq, 75%-lıq təqaüdlərimiz var, yəni scholarshiplərimiz var. Bunların artıq tələbatları başqadır. Başa düşürsünüzmü? Anladım. Belə də deyim sənə, bu tələbatlara cavab verən tələbələr isə özləri sərbəst müraciət edə bilirlər. Bizə ehtiyacı yoxdur onların. Qayıdacaq, söhbətimizin ardı gələcək. Qısa bir reklam arası bizi gözləyir. Radio TMB-də siz əziz dinləyicilərimiz Təhsildə bugün proqramını sizə təqdim edirik və sizinlə Samirədir. Bir neçə dəqiqədən sonra digər suallar da var. Təhsil haqqı ilə bağlı gələn sual var. Ödənişsiz soruşur dinləyicimiz. Məsələn, indi təhsil almaq mümkündürmü? Hökumətin göndəriş proqramları varmı? Gəlin belə eləyək. Səsləndirim reklamları, sonra bu sualları bir-bir cavablandırar Ülvi bəy. Amma bu arada siz də boş qalmayın. Zəng edin, danışın, ətraflı öyrənin. 055 digər nömrədə var. 060-la başlayır. 369 0000 055-lə və yaxud 060-la yığa bilərsiniz 369 0000 nömrəsinə. Təhsildə bugün.